Hər kəsə günaydın, sabahınız xeyir, gününüz gözəl keçsin inşallah. Mənə hangi saatdə, hansı gündə izləyirsinizsə, inşallah gününüz gözəl keçər. Kargom gəldi də bir yerdə ataq. Bu arada yuxudan durmuşam, çoxdan da durmuşam, amma hələ toparlanıb yatağa düşənməmişəm bugün. Arada uşaqların səsini eşidə bilərsiniz. İndi yeməkdə yiyəcəm deyə hələ yuxuya keçməyiblər. İşıq aldım belə. İndi deyəcəksiniz, bunu neyinirsən, nəyə lazım, inşallah qəşəng işləyir. Gecələri göstərmişdim, bilmirəm, göstərim. Bunu görürsünüz də yəqin. Gecələri bunu işlədirəm. Belə bunu almışam, içinə də rəngli işıq taxmışam. Qırmızı işıq yandırıram. Qırmızı işıq yuxunu, bilmirəm, oxumusunuz, oxumamışsınız. Gecələr, yəni qırmızı işıq yuxunu pozmur. Qalan işıqlar beyinə siqnallar ötürdüyü üçün yuxunu pozurlar. Amma uşaqların altını dəyişdirməyə bütün işığı da yandırmaq istəmirəm gecə. Bir şey olmur. Həm də işığı da yandırmaq istəmirəm. Gecə bəzən altlarını dəyişəndə işığa ehtiyacım olur. Telefon işığı ilə aşırı zorlanmaya başlamışam. Ona görə belə bir şey aldım. Şarjlandı. Uyğun fiyatlı bir şey idi. İçində yapışdırıcısı da var, amma bunu bu ehtimalla yapışdırmaram. Yəni yapışdırmayı düşünmürəm. Bəlkə yapışdırdım, bilmirəm yəni. Belə içindən maqnitlidir. İçindən tak deyə çıxır. Belə bir şeydir. Şimdilik yapışdırmayacağım yəni. İçindən də Type-C şarjı çıxdı. Zaryadkası var, yoxdur, bilmirəm. Zaryadkası yoxdur. Həmən bir bunu zaryadkaya taxın. Biraz zaryadka yığsın. Denəyərik bir yerdə işləyir, işləmir. İşləyirmiş, pardon. Şeylidir, dokunmatik olduğu üçün tam anlayamadım. Belə açırsan, sonra buyurundan toxunursan işləyir. Söndürdüm, sarı işıq. Özümə tutum belə sizin üçün. Bu beyaz işıq. Bu da gün işığıdır. Sarı ilə beyazın qarışıq. Baxın, sarı işıq. Gayet qəşəngdir o. Video çəkəndə qoy üstünə çək. Qəşəng işıq verir. Bəli, qorxulu videolar çəkə bilərəm. Gecələr. Neysə, çinməm lazımdır, çinməmişəm. Dünənlər normalda çinməliydim. Dedim, axşam çimərəm. Saçım başım dağınıqlığından da görsələr, üzümü belə yumamışam. Gedib çimim. Ondan sonra yavaş-yavaş düşüm aşağıya. Burada da yuxarıya əmləni gətirib onu taxacam. Şeyləyəcəm. Yuxarını təmizləsin. Mən də aşağıya gedim. Yemək zad yiyərəm. Yuxusuzam. Aşırı yuxusuzam. Çox yuxum gəlir. Neysə. Gedim indi çimim, gəlim. Burada bir iki paltar qalıb dünəndən. Bunlar qurumamışdı. Bunları toplayayım. Böyük uşağımın paltalarını da verəcəyəm. Mənə aiddir. Qalsın burada. Küçərəm. Var anamın da. Bunu qatladım. Hələlik. Oy. Qoydum bunun üstünə. Həmlə xotlayacağım. Buranı təmizləsin. Şunuru falan da qaldırım. Bunu da qaldırdım. Yuxarını təmizləmədən öncə elədiklərim. Bunu da qaldırdım. Hələ bunları güya sacıyıb, hələ asmamış. Sonra burada skuturu var. Onu da götürək. Şuan paltarlarını, ləkələrini ayırmalıyam. Ləkəli paltarlar var. Dünən uşaqları temizləmişdim. Bunların üstünə sərmişəm. Bunları yaşlılar deyə bura qoymuşam. Yanda atacağım makinaya. Burada vedram var. Vedra lazımdır mənə. Aşağıda isto su eləyəcəyəm. Ləkə çıxaram. Onu kullanacağım. Bunu da qoyun paltarların yanına unutmayayım. Bunun içine böyle kalsın. Önceden de aparacağım. Bir de bu da iyi olacak. Leke var mı? Yok. Böyle. Bu da bitti. Şu an uşaqların şey almıştım ya yılbaşı için. Onu biraz yüksek derecede koydum peçe. Biraz topluyor.
ChatGPT-yə yazdım paltarları necə eləyim ki, biraz çəksinlər. Qurutma makinem olsaydı əslində onu atsaydım çox qəşəng çəkərdi, amma qurutma makinem yoxdur indi. Mən də yüksək dərəcədə yudum. Dedi ki, sərmə, sallananda açılır. Belə bir yerə yatay şəkildə qoy. Mən də elə qoydum, görək nə olur. Belə paltarları yuyulacaq, amma indi deyil. Öncə bunların neçəsi çıxmalıdır. Qapaqları da götürüm. Bir də Əminə özü uşağı atıb intihar eləməsin deyə kamp sandalyamız var. Onu bura qoyuram. Əminə özünü aşağı atmır oldu. Yerdən hər şeyi götürdüm. Sizə bunu göstərəcəkdim. Unutmuşam. İşığı yandırım. Həmən onu sizə göstərim. Bu anne bəbək çantası qızlar. Temudan aldım. Mükəmməldir. Bunun hətta şeyini, kodunu buralarda bir yerə buraxacağım. Baxın, öndə belə bir dənə gözü var. Burada bir dənə belə gözü var. Tamam mı? Burada bu olur ya. Odakladı. Burada olur ya, bu isti soyutmasın diye o var. Ama bu zamoklu olsaydı daha yaxşı olardı. Böyle açıqdır. Gerçi mama kullananda da zaten bunun isti şeyi burada bir müddətli soymamaq üçün saxlayırsan. Sonra soyudar, nə olur olsun soyudar. Hamı yanında termos daşıyır. Yanda belə var, bunlar var. Bunun salfetka çıxışı üçün belə bir cebi var. Mən də bura cep mendili qoydum. Hazır belə çəkməli olanlardan. Sonra bu tərəfində də eyni şey var. Bunu mən asmışam. İçini göstərim. İçində bir dənə belə zamok var. Durun biraz genişdən çəkim. Bir dənə belə zamok var. İçində bu cep. Bayıldım yani. Burada da bir dənə cebi var. İçinə mən lazım olan sürekli üstünde gəzdirdiğim şeyler koymuşam. Sonra burada bir tane de böyle cebi var. Uşaqların əlavə giysisini koydum bura. Bunu yəqin, bunu da göstərirəm sizə. Sonra içində yenə bir dənə belə cebi, bir dənə belə cebi var. Burasında cebi yoxdur. İçində bir də, baxın, bu plyonka materialındadır. Səsi gəlir də yəqin. Buna elə bir şey istanda elədi, uşağın atıq şeyini hemen qoy içinə. Gerçi heç kim qoymaz da sumkanın sonradan içini təmizləmək lazım. Amma acil məsələn oldu, poşet tapa bilmədiniz, qoydunuz, zamokla bağladınız, burada qaldı, mükəmməl bir şeydir. Və paltarları yığdınız. Deyək ki, bir şeyləri yığdınız. Çanta doludur. Ən altdan bir şey götürməyə ehtiyacınız var. Çantayı boşaltmaya heç ehtiyac yoxdur. Hemen arkasında çantanın altına ulaşa biləcəyiniz bir pəncərə qoyublar. Belə. Məncə çox qəşəngdir. Bu arada mən burada Türkiyədə çanta yoxdur deyə Temudan zakaz elədim. Niyə Temudan zakaz elədin deyə soruşarsanız, mən belə çölə çıxıb hardansa çanta almağa vaxtım yox idi. Getdiyim yerə qədər bir yerlərdən maraqlandım, bir şey bulamadım. İnternetdə də ürəyimdə heç yox idi. Bu normal standart anne bebek çantalarından nifrət eləyirəm. Heç sevmirəm, çünkü buraları dörtgünc olur ya, o dörtgünc görüntünü sevmirəm mən. Yəni o görüntünü sevmirəm, bilmirəm niyə, xoşuma gəlmir. Bunun rəngini də çox sevdim. Rəngi də tam mənim istədiyim kimidir, özü də. Bu arada su keçirtmir, bunu da deyim. Kodunu buraxacağım sizin üçün, ehtiyacı olan baxa bilər Temudan. Çox bəyənəcəyiniz bir şeydir məncə. Sonra bir də belə bir dənə şeyləri var, 2 dənə. Bu da Kalyaskadan, bəbək arabasından asmaq üçündür. Cırt-cırtı var. Belə fırladıb yapışdırırsınız. İndi mən tək əliyəm, qəşəng eləyə bilmirəm. Bu buradan çıxmasın deyə. Mükəmməl bir şeydir məncə. Tək bəyənmədiyim nöqtə, çünki bəyəndiyim şeylər deyirəmsə, bəyənmədiyim nöqtəni də deməm lazımdır. Tikişi belə bir şeylə eləyiblər. Belə bir tikiş makinəsilə eləyiblər. Bu makinanın da tikişini ağırlıq olanda belə durur. Bu sökülər, sökülməz, bəlkə də sökülməyən bir şeydir, amma insan yenə də narahat eləyir. Mən ona görə bunu aparıb singərdə bir düz tikiş elətdirəcəyəm burasına və burasına bir tikiş kəsdirəcəyəm üstündən. Bu qədər qızlar, amma çantaya bayıldım. Kullandım hətta bir dəfə. Xəstəxanaya gedəndə bunu aparmışdım. Çox gözəl çantadır. Çox böyük tavsiyəmdir yəni. Bir də bundan yəqin ki görmüsünüz. Bu mənə bacımdan qalıb. Yəni bacım qızı üçün almışdı, ondan qalıb. Mən bir dənə təzəsini zakaz elədim. Rəngli olanlardan. Şəkildə çox qəşəng görsənirdi, amma gəldi heç bəyənmədim. Keçəli idi onlar və heç kalitəli görsənmirdi. Bunu belə açırsınız və
İçinə lazımlı şeylər qoyursunuz. Bura nəm salfetka qoyursunuz. Gözü var belə. Böyük ehtimalla Temuda falan da olar. Çünki Azərbaycanda Temuda kullanılır. İndi məndə burada Temudan bizə sifariş eləmək bizə sərf eləmir. Çünki vergi çox qoyduqları üçün hər ürünün üstünə, yəni hər aldığımız malın üstünə %60 malın qiyməti qədər vergi gəlir. Ona görə bəzi şeylər məsələn burada daha uyğun olur, orada daha bahalı olur. Amma məsələn bu çanta sərf elədi mənə. Çünki burada da alacağım çanta, bir dənə cəmi çanta bəyənmişdim. 1000'in üstündə idi. Bu çanta da mənə 1050 TL'ye mi, 1090 TL'ye mi, 1100 TL o civarlarda bir şey de gəldi. Amma çantanın orijinal qiyməti 600 küsür TL idi. Yəni Azərbaycanda alsanız daha da ucuz alarsınız. Mən indi burada vergilər üstünə gələndən sonra çox pul verdim. Şimdilik bura fazla bir şey koymamışam. İhtiyacım olduqca, uşaqların ihtiyacı olduqca məsələn bu gözləri bəlkə istifadə edə bilərəm. Bura bir dənə alt açma örtüsü qoymuşam. Bezlərini qoymuşam. Burada bezləri var. Burada da pişik kremi var. Bu qədər. Bunu getdiniz, atırsınız çantaya. Hara getdiniz, direkt çantadan bir işlə çıxartma ehtiyacı yoxdur. Məsələn, atıram. Bir yere getmişsiniz, biri ilə getmişsiniz deyək ki, biri ilə lap getməmişsiniz. Məsəl üçün deyirəm. Çantanı buraxdınız, sadəcə bunu götürüb uşağın altını dəyişdirib gələ bilərsiniz yəni. Bu barədə o baxımdan bu çox qəşəngdir. Hələ ki kullanmaq nəsib olmuyor. İnşallah uşaqlarla bol-bol gəzmək nəsib olar. Gəzməklərə getmək nəsib olar. Biz də bunu bol-bol işlədərik. Atmıram. Nəysə. Orada tripodumu da alım. Onu da qoyun bunun üstünə. Əminə işləyəcək. Hə. Bir də uşaq bezini də alım. Vəssalam. İndi gedə bilərəm. Azərbaycanda bu var, yoxdur bilmirəm. Bu bəbəy işte bezini atmaq üçün çox kovası. Korbel adı niye görsənmir bunun? Ha, Korbel markasıdır. Mükemmel bir şeydir. Gerçekten. Belə atırsınız, kilit sistemi var. Hatta kilitləyə də bilərsiniz. Uşaqlar aça bilmirlər. Gördünüz. Mükemmel bir şeydir. Yani pulu verdiğimi hak eden ürünlerden biridir. Niye? Çünkü iyi qətiyyən çıxartmır çölə. Bu barədə çox bəyəndiyim bir şey oldu. Neyse, Əminəni götürün. Üstünü silməliyəm əslində. Amma ona indi bu dəqiqə vaxtım yoxdur. İçi təmizdir. Hemen alıram və aparıram yuxarı. Hoppa, qoydum. İndi telefondan xod deyəcəm ona. İndi mən hardayam deyə özü üçün baxır. Ora-bura gedir ki, mən hardayam. Yəni çünki alt qatın xəritəsi var onda, üst qatın xəritəsi yoxdur. Mən alandan sonra bəzi makinalarda bataryasını yerini tapa bilmədi, işləməyə başladı. Nəysə bu burada təmizlik eləsin. Belə deyim sizə. Mənim aldığım zaman bunların iki haritalısı yox idi. Yəni mən Xiaomi markası almaq istəyirdim, ya Robocop alacaqdım. Ağzımın içine soxdum kameranı. Ya Robocop alacaqdım, ya Xiaomi alacaqdım. Amma mən Xiaomi o zaman Robocop hələ də Robocop çox bahadır. Robocop çox baha olduğu üçün mən də Xiaomi almağa qərar verdim. Çünki piyasada ən yaxşılardan biri Xiaomi idi. İndi Xiaomi alanda bunların iki harita kaydetme özelliği yok idi. En meşhur olanları 1C idi onsuz da mən alanda. Mən almışam təxminən 3-4 il bundan qabaq. Alanda en şeyi 1C idi. Onu almışdım məşhuru. İndi çox çeşid çıxıb. Başka marka yeni almaram. Yeni alsam Xiaomi alacağım. İndi istədiyim ise bu özlərini təmizləyirlər. Bu bezini falan, bu yer silmə bezini falan hamısını özü aparatın içində özü yuyur eləyir. Xalçanın üstünə bilir. Bezini özü qaldırır. Elə xalçanın üstünü təmizləyir. Ondan istəyirəm. Onlar da biraz bahalıdır. İndi yox, inşallah Allah nəsib eləyər. Yaxın zamanda onlardan da alaram. İndi uşaqlara süt hazırlayacağım. Ben girdim, içimdim, çıx, elə, saçım falan fenlə, işlər və gör, ancaq olur. Buhar makinesine da su dolduracağım. Bu arada vedirəm açsam. İsti suyum var. İsti su eləmişdim. Bunu işlədirəm. Bu da var, bir dənə də var. Onun adı neydi? Elit. Onu da işlədəndə göstərirəm sizə. İçində bunun hazır şey çıxır. Qaşığı da çıxır, ölçü qaşığı. Bitirir. Paltar az olduğu için çok suya ehtiyac yoxdur. Bir ölçək yetərlidir. İndi su koydum. Suyu doldurum. Size de burada göstereyim. Bakın isti su koydum. Üstüne de bunu
Dökürəm. Səs eşidirsiniz. Bu qaşıqla falan bir şeylə qarışdırılır. Bu indi köpürəcək, şişəcək. İsti suda əridikcə paltalarda içinə qoyuram. Baxın, görürsünüz, köpürdü. Qəşəng qoydum. Çaydan da doldurdum. Çay dəmləyəcəyəm. Bunu götürün, hamama aparam. Bu hazır. Bu bir 2 saat gözləsə yeterli deməkdir. Nə haber Tombik? Nə tərsən? Nə tərsən? Bu da uşaqlara qətiyyən yaxın getmir. Qətiyyən. Özü getmir bu arada. Heç gedib iyiləmədi belə. Uşaqların olduğu ortamlarda sevmir. Uşaqlar çox ona yaxın gətirəndə qaçır onlardır. İndi işlərimi görüm. Bu arada video çəkirəm. Amma editləmə qismi vaxt apardığı üçün və mənim də o qədər çox vaxtım olmadığı üçün. Baxın, məsələn, saat indi ucu 1'dir. Saat ucu 1'dir və mən hələ də, yəni elə deyim sizə, gerçəkdən də yetişəmirəm. Mən hızlıca çay demləyim. Elə mənim çay qabıma baxın. Onun içində çay qutu gərək doldurun. Onu qoyduq. Bu arada dünən kahve demləmişdim. Biraz içində qalıb. Onu da bir saldım. Hemen bir kartı daha eləyərəm. Bu arada qızlar, bu yuxusuzluq məsələsi məni məhv eləyəcək. Gerçəkdən. Akşam yerimə saat 12'də ancaq girdim. Çünki uşaqların axırıncı yeməyini saat 11'də vermişəm. Ondan sonra yerimə girdim. Gecə elə bir dəfə mən dururam saat 2'də. Bir dəfə Ramil saat 5'də oyanır. Oyanır. O ardıcıllıqla baxırıq. Ona yemək zadı hər şeyi hazır qoyuram xaladenikdə. Zaten biberonla bəsləyirik uşaqları hələ ki. Balaca olduqları üçün zəif əmirlər və onları zorlamaq istəmirik. Hər şeylərini hazır qoyuram. Sadəcə Ramil durur, sütü isidir. Ondan sonra səs oldu. Məni eşitirsiniz. İndi uşaqlara süt hazırlayacağım. İstərim belə. Buraya isti su qoyacağım. Biberonları arasına 40 ml verirəm. İndi bu dəqiqə buzxanadan çıxartdığım süt vaxtıdır. Çünki dünən ChatGPT-nin yardımı ilə təzə bir listdə çıxartdım özümə. Gündə 2 dəfə buzlu süt vermək daha yaxşı olar. Elə danışdıq. Çünki perimetri olduqları üçün və bu sütün də əmilmə şəkli fərqli olduğu üçün uşaqlara ancaq olar bu. Buzxanadan yenə süt çıxardacağım. Bunlar uşaqlar xəstəxanada olanda buzxanaya qoyduğum sütlərdir. Qaydan da qaynadı. Həmən onu da dəmləyim. Dəmlədim və biraz bura isti su koyun. Bunları isitmək üçün burada suyu koyun. Dolsun. Bu arada direkt isti suya koymuram. İsti suyu biraz soyduram. Çox bu şəkildə istedirəm. İndi bu dolsun. Bunu koyum qaynamağa. Uşaqların da sütləri sinsin. Onların da yeməklərini verim. Tamam. Bu qədər. Şimdilik sabah rutini. Qaçaqaç hələ mən yeməmişim. Hələ də tələsirəm. Bu mənim hər səhər standart olan rutinimdir bu şəkildə. Kərim bəslənməyə özü üçün çiğ köftə alıb. Acılı sos varmış. Marketdə merak edib ondan da alıb. Ama hər yeri, çantanın hər yerinə dağıdıb. Yaxşı ki, bu da belə materialdır. Siləndə təmizləmək olur. Tək alınış görmək də zülümdür. Bunu edeyim. Bunu belə dolduram. Özümə bir kahve yapıram. Az bir şey də fazladan tökəcəyəm. Çünki mütləq içki olur. Kahvenin yanında. Hər bardağa 2 dənə 2 qaşıq tökəcəyəm. Yəni 2 bardaq töktüm. Toplam 4 dənə tökməyi düşünürəm. Filtre kahveniz hazırlanıyor. Aşırı yuxum gəlir. Elə belə yox. Dayanın, yuxu üçün ölürəm, gəbərirəm deyə bilərəm. Sonra kahve hazır olsun. Bir bardaq için dünən də belə idim. Aşırı yuxum gəlirdi. Bir bardaq için özümə gəlim. İçmədən olmuş. Bizim de evin yanındakı binanı sökürlər. Sizə göstərim. Binanı sökürlər. İndi bunun inşaat işləri gedirdim. Bunun səslər gəlir. Biz yenə bu tərəfdəyik. Allah orada yaşayan, bu binada yaşayanlara səbir versin. Instagram yuxudan əslində olurdu galiba. Yəni belə deyim sizə, tək uşağa necə baxıldığı haqqında bir fikrim var da, yəni əkiz uşağı haqqında heç bir fikrim öskürdü. Əkiz, tamam. Qızım, onu yox, bir dəqiqə. Əkiz uşaqla insan ekstra vaxtı gedir. Sizə prosta arxa fonu göstərəcəyəm ki, yəni
Aşağı düşdüm. Aşağı çox səliqəli idi. Hər şey axşamdan yerinə qoymuşdum. Yəni uşaqlar daha çox doğrusu uşaqlar olandan sonra deməyim. Çünki uşaqlar olandan sonra ev bərbad saxlayırdım. Heç keyfim yox idi. Evlə qətiyyən məşğul olmurdum. Amma indi axşamlar yuxarı çıxmamışdan qabaq ortalığı toparlayıram. Aşağı düşəndə heç bir işim olmasın deyə. Amma aşağı düşən kimi aşağını mən xaraba qoyuram. Prosta buna bax. Ortalığın halına baxın. Bu arada bu deyəsən kargo gəldi az öncə. Bu deyəsən Kərimin köynəyi olmalıdır. Hətta belə atmaya çalışım. Hədiyyə paketinə zadına qoyublar. Bir əllə atmaq da. Yastıqları necə gözəl görsənir. Necə gözəl görsənir. Öz zövqümü çox sevirəm. Özümü tərpənməkdən etkinməyə tərpənməz. Bunun qırmızısı yenə pəmbə düşür burada. Ekranda pəmbə düşür. Bilmirəm niyə. Durun. İşığı yandırım. Daha qırmızı görsənliyində. Qırmızıdır, yəni bildiyiniz qıpqırmızı rəngdədir. Böyük oxşuyur. İnşallah bu Kərim nəyinə normal olar. Bu normal olar məncə. O bir çox dar qalmışdı uşağa. Bunu böyük almağımın səbəbi də odur ki, böyük almaqdakı səbəbim də odur ki, çünki bu qısa qoldur. Bir dənə yeni yer çəkimi üçün bunu istifadə eləyəcəm indi. Sonra istifadə eləməyəcəm. Yayda bari geyinə bilsin. Ona görə qısa qol, yəni uzun qol almadım. Çünki o qədər çox çölə çıxmırıq. İndi inşallah yayda uşaqlar daha belə əmələ gələrlər, daha yaxşı rahat çölə çıxarıq. Yayda həm də çölə çıxmaq daha asandır. Qışda, soyuqda uşaqlarla çölə çıxmaq. Mən bu arada uşaqlarla çölə çıxmaya tərəfdaram da, okeyəm. Amma bunlar çox balacadır, prematüra dedilər deyə mən bunları indi çölə çıxartmaya risk eləmirəm, belə deyim sizə. Nəysə, bunu belə böyük almaqdakı səbəbim, yayda da Kərim bunu rahat geyinsin. Kərim biraz belə bədəni dolu bir uşaqdır. Yəni arıq bir uşaq deyil ki, indi aldığım yayda əyninə olsun, olmaya da bilər. Həm də böyümə dövründədir tam. Ona görə böyük aldım. Gəlsin geyinsin, ondan sonra bəlli olmayacaq olacaq. Nəysə, mən ortalığı yığışdırım. Kahve içdim bir də bardaq. Yəni çatdırıb sadəcə bir kahve içə bilmişəm. Çünki ayılmağım üçün kahveye ehtiyacım var idi. Bir bardaq kahve içmişəm, ortalığı dağıtmışam. O dağıtdım, ortalığı yığışdırmalıyım. Hə, bir də uşağın paltalarını da atdım yumaya. Böyük ehtimalla bitib o. Çünki siz necə yuyursunuz uşağın paltalarını? Mən qısa rejimdə yuyuram. Yəni çünki belə aman çirklənmir. Yəni çirkləndiyi üçün əslində dəyişmirəm. Məsəl üçün südləri dağılır, düşür paltarın üstünə. Məsəl bir də ləkə düşür. Ona görə dəyişirəm. Yəni genel olaraq paltaların dəyişməkdəki səbəbim odur. Nə oldu kızım? Nə axtarırsan bolum? Ona görə paltaları sərərik bir yerdən. Ortalığı yığışdırım. Ondan sonra da yemək yeməyəcəm hələ ki. Çünki ürəyim yemək istəmir. Videolarımı editləməliyəm. Hamısı qalıb. Videolarımı editləyəcəm inşallah. Editləyəndən sonra da bir şeyə verim, yayına verim hamısını. Bu videonu da hətta çatdıra bilsəm bir qismini editləməyi düşünürəm. O qədər yəni çatdıra bilməm. Çünki 2 saatda bir yemək verdiyim üçün, yəni yeməyi verirəm, bitirirəm. Ortalığı toparlayıram. Süd sağıram. Təkrar uşaqlara yemək vaxtı gəlir. Düzdür, 2 saatda bir süd sağmıram, o ayrı bir şey. Amma çox belə heç nə günün mənə çatmadığını hiss edirəm. Çox şikayət elədim. Nəysə ortalığı toparlayıram.
Bələdiyyə nəsə eləyir? Səhərdən dong. Ay, indi görürəm. Buna baxın. Oy, bunlar nə qayırırlar? Nə tər eləyirlərsə biz də silkələnirik. Adam elə bilir də firam olur. İstədim su dolduram. Suyumuzu kəsdilər. Gördüm sular az gəlir. İstədim dolduram. Bir qazan su qoyum qırağa. Suyumuzu kəsdilər. Oğlum, aşkım. Bu oğlan çox ağıllıdır. Bu arada pişiklə nə edirsiniz falan filan dersəniz. Yəni mən fikrime göre heyvanların yani hələ ki evdə qalan, yəni çöl heyvanlarına bir şey deyəmmərəm də, yəni evdə olanların uşaqlara heç bir zərəri olduğunu düşünmürəm. Əgər siz onların aşılarını, peyvəndlərini vaxtında eləyirsinizsə, mən bu ağıllı oğlum, amma o qızlarıma heç yaxın gəlmir. Niyəsini bilmirəm, xoşu gəlmədi onlar. Bu oğlanın onlardan xoşu gəlmədi bu oğlanın. Hə aşkım? Xoşun gəlmədi onlardan. Bak biraz böyüsünlər sevərsin. Kərimin necə böyründən, dibindən ayrılmırsan, ondan oynadığın kimi heç kimlə oynamırsan, yəqin onlarla da elə olarsan. Aşkım, ağıllı oğlum mən. Sen çok ağıllısın, değil mi? Değil mi? Akıllısın. Sen çok mu akıllısın? Şey tipini yiyeyim. Neyse, əsas odur ki, suyla heç bir işim yoxdur indi bu dəqiqə. Önemli olan odur. Kızlarım da yatıp onların yattığından istifadə edeyim. Birazdan yemək vaxtı acayır çünkü. İstəyirəm özümə biraz nəsə də hazırlayım. Nəsə də yiyeyim. Sonra onlar duracaqlar. Mən onlara yemək verəcəyim deyə qalacağım belə. Əcəb bir şey düzəldəcəm indi. Kərimə okuluna o pizzalı kimi olan şeydən eləmişdim. Börəkdə. Sınmış yumurtalarım vardı. Kaldeniko koymuştum. Bunları da şeydə karıştırırım. Biraz içinizi. Havamı az bir şey yağlayayım. Sanki bir şeyler səhv elədim. Neyse, bunu belə eləyim, o bilsin başqa cür eləyəm. Ağlıma belə bir şey gəldi. Dedim, bu yumurta da yemiş olum. Proteinimi de almış olum, yumurta yiyeyim. Yani təkcə lavaş yemeyeyim diye düşündüm. Ama sanki bir şeyleri yanlış yaptım. Öncərək lavaşı atam, içine yumurtanı töküm. İndi belə eləyim. Atasına da bunu töküyəm. Konkret özümdən fokus çıxartdım, Allah haqqı. Konkret özümdən fokus çıxartdım ha. Hadi. Yine ne varsa. Bu ne hərəkət? Vallahi kızlar bilmirəm ne düşünərsiniz bu barədə, ama bunları atamam. Gazımın içi zaten təmiz. Çok yanlış bir şeyler elədim ama. Neyse. Olan oldu.
Kişinin başına iş gəlir. Amma var ya, bunun üstü qızardı. Üf, ölürəm də belə qızarmış şeylər. Zaten suyumuz yoxdur. Ekstra ortalıqda batır. Ən və əcəyib işlərim. Bu nədir? Niyə belə? Bu arada patoloqun ucuna baxın. Mən onu boyaya bilmədim. Cə boyayacaqdım. Amma alınmadı. Neyse, geçmiş olsun. Boyam əgər sağlam qalsa, heç bir problemi olmasa, belə havada boyaya bilmərəm. Qalada yapacaq bir şeyim də yoxdur. Silirsən bu arada təzədən yaranır. Yəni ona da bir yapacaq bir şey yoxdur. Yəni fikirləşməyin ki, silirsən, təmizlənir, sil. Da hər şey denemişəm. İnternetdə gördüyünüz bütün variantları denemişəm. Yenə də olur. Bir dənə boyaya ümidim var. Bu boyanı çox bəyənmişdim. Ondan da tam əmin deyiləm. Olar olmaz. Amma inşallah üzü biraz istiyə doğru, yaya doğru. Onu da bir əldən keçirməyi düşünürəm. Neyse kızlar, mən gedim yemək yeyeyim. Çay içsim özümə. Sonra bəbəklər duracaq. Onlara yemək verəcəm. Kızlar, necə gəldi elədim falan filan dedim. Bu nədə elədim dedim, amma dadı mükəmməl. Bayıldım. Dadı çox qəşəngdir. Mən belə gözləmirdim. Mən bu arada omlet sevmirəm. Yəni yumurtanın omlet ilə yeməyi heç sevmirəm. Sıfır yəni. Mükə oldu. Bayıldım. Bayıldım. Siz nə oxşuyur? Elə bilim börək eləmişəm. Aynen. Börək tadında. Yumurta üstünə deyil, içinə qalanı daha qəşəng olur. Məncə qapağını örtsəydim daha da bəlkə yaxşı olardı. Mənim gələn səfərdə elə denəyəcəyim. Nə var az? Mükəmməl yeməğimi yiyeyim. Yox az. Elə danışdığıma baxmayın. Ölürəm onlardan yana. Bu balaca bir şeydirlər. Əlim qədər.